Aylişin gözəl xalaları, bacıları, nənələri hamınızı salamlayırıq. Bugün Aylişlə salamladıq. Biz qonaq gedirik. Dayım qızı gilə, yəni Fərrux gilə. Kiçik dayımın qızıdır. Mənim 3 dayım olub. Rəhmətə gediblər, Allah rəhmət eləsin. Üçü də. İndi onlara qonaq gedirik. Yeməklərimiz də hazır. Qəşəng bizə çolpa bişirirlər. O da bəhbə kotletimiz hazır. Bu da kompotlarımız. Bacım özü tutub bunları da. Bu nədir? Göyəmdir, hə? Yox, gilas. Göyəm. Biri də heyva kompotu. Kompotları pişməsi yaxşı olur. Belə burada heyətləridir. Burada yemek pişirir. Qəşəng yağa düşür. Yorulmuş ama. İsteyene çağırı atlar herhalde. Bu da mekanik hanım. İsteyene çağırı herhalde. Şorqağımızı yaymağa başlamışıq. Bacım iş başında. Xəmirimiz qəşəng acıdır. Hepsini koymuşum. Şuna çizsin ya kuzum. Pis Culaydaydı. Koy biri. Ne oldu işte? Otur yorulandım. Mamam sen yorarsın. Biz bir bakalım. Şu bir üstüydü mü? Burada yağlama prosesi gedir. Televizyon var gedir. Fərrux xanım yağlıyor. Niyə? Qoy biraz da vursun da. Birincisi də axı. Yaydıqca başlamışıq için doldurmağa. Belə. Fərruxun əl işləri. Bəlkə əl qatıb özünə. Görək ortaya necə bir şey çıxacaq. Deyirəm bu tarzında cəcət. Hə. Əsas odur ki, qəşəng çıxır. Hə, əla. Super. Həqiqi qəşəng olur, Fərrux. Nazik də qatları var. İndi bişəndə tamam açılacaq bacı. Qəşəng yaymış.
Burada da ikinci xəmirin kündələri hazırlanır. Kündə deyirəm. Bu ondan çox olar da, hə? İnci kimi düzüb bura. Koysun. Ay, qaqalarımız hazır oldu. Ne qəşəng alınıb. Çıtır çıtır. Əllərimizə sağlıq. Burada da toyuğumuz doğranır. Əməlli əziyyətə giriblər. Hinduşka değil. Hinduşka ətimiz. Salafan getirmeyecek. Fərruh. Hazır. Baxın. Ne güzel alındı. Sənət əsərimiz. Nora ile Aylin kazandı. Sen de kırıldı. Kırın gel, kırın gel. Qonçamız nə qəşəngdir. Dayan, dayan. Allah'ım ben çok kırıyorsun. Xonçamız nə qəşəngdir. Siz beləcə içinə yaşıl sərməyib, aman. Yok. Seninki belədir. Hamısı planlaşdırmışıq. Bu mənim, bu Dəniz, bu Nuray, bu Fidan. Can, qəşəngdir sizinkilər də. Biz de video çeşitler baba. Sən də çəkeyim. Hə. Bu da mənim Pünhanım. Deniz çeşitler. Ha, samavara. Bu bəlkə də qızlar kimin sevgində olar. Bu Fərxun mamasının cehizliyidir. Görün nə qəşəngdir. Balaca samavar. Hər şeydir sənin. Her şey daha oldu. Ya, hə, o sökülür, təzədən yığılır belə. Bunların hələ bir xurcunlarına baxın siz. İçinde her şey dolu. Allah. Burada nə var? Hə, orada da badam. Burada da var, hə. Bu da xonça. Bu da qəşəngdir. Orada da papaqlar falan içine koymuşlar. Hə, bu toxunma səməni sizdə də var, hə? Məndə də. Hə, Şurada yumurta koymak var mı? Koyulmayı. hə, məndə də var. Qəşəngdir səmənimiz. Sadece biraz sorulamak lazım. Böyle koyursan. Bu da Nurayla Fidan. Oje soydular, yeməyə hazırlar. Eğer sayabilirsek de gelelim. Soyun. Sonra oranın stolun üstüne silin, aparın içəri, yaxşı. Çiçəklərim. Ah, günlər. Ama hem içinde içinde yumurtası. Hem Qayçı gətirin kəsin də. Mama kaç getirebilirsen. Ya burada var Nuray, oradan kaç ver. Qayçı ver, kəssin. Qısbağıya baxaracaq. Siz hələ harda? Şir dora çıxır. Hələ siz burada Pünhanın şəkillərinə baxın. Ay bala ben de çektim de ben. Çəkdim ay bala. Şəkərdir və baxın bu nə yaraşıqlı oğlandı. Aman tanrım. Karizmatik. Amma stolun üstünə çıxıb karizmatik. Boya çatmır bu qızlarla. Hələ balaca, aferin sana, maşallah balama. Gedim. Hazırlaşdıq, artıq evə gedirik. Bu ağacı sizə göstərmək istədim. Görün necə gözəl çiçəkliyib. Gəlirəm. Baxın. Baxın. Hə, qoymuşam qızım. Baxın. Bilmirəm, bəlkə də günəşçi qəşəng yaşıllıq olub həyətləri. Kiçik mini belə bağları var.
Amma bu ağaclar nə ağacıdır Fərux? Hələ çiçək eləmir. Hə, bax bu da istəyir tumucuqlamaq. Qızıl gülləri də var. Qızıl gülləri qəşəng. Baxın görün hava can zabor tayım. Uzanıb. Biri də burada qızıl gülün. Qəşəng tumucuqlayırlar. Nə gözəl. Təbiət oyanır. Yaz fəsli artıq gəlib. Quşların səsi o qədər sevirəm. Mən də çəkdim. Yavaş-yavaş gedək. İnşallah evdə. Və nəhayət gəldik, evimizə çıxdıq. Tez gələn kimi uşaqlar çimizdirdim, özüm çimdim. Maşını qoşmuşam. Hələ 2 restə var yumağa. Burada belə ət qoymuşam, səhərə pörtlənsin. Bu bilirsiniz necədir? Biraz gənc toyuğu kimi bir şeydir. Yəni gec bişən toyuqdur. Ona görə qoydum ki, indi elə boş vaxtım var, pörtlənsin. Sonra qoyaram xadinkə. Burada da səmənim var, eltim verən. Burada bir çox qablarım var, bu tərəfi görməyin. Bunlar hansı ki yoldaşım yemək zat yiyib biz olmayanda. Biz də üstünə elə bir stəkan çay içdik. İndi bunların hamısını yuyub yığışdıracağam. Aylişka da burada dərs yazır. Aylişin dəftərinə baxın xalalar. Riyaziyyat dəftəri Niftərizadə Ayla. De bu. Dəftərim. Ayliş dərsləri yazır. Benim şişkama baxın. Şişkam da burada oturur. Belə. Biraz işlərimizi görək. Bu niyə yerdədir? İndi qırılacaq Ayliş. Niyə bilmirsən quzu? Aparıb otağıma qoy, yaxşı. Belə biraz bu işlərimi görüm, yekunlaşdırım. Daha sonra nə edəcəm? Daha sonra heç uşaqlar tez yatsıracam, dəhşət yorulmuşuq. Dünən gecə də heç onu demədim. Dünən gecə də evdə qalmadıq da, yəni bir gecə orada qaldıq, dayım qızıgildə qaldıq. Elə çox ətraflı bir şeylər bəlkə də çəkməmişəm. İndi nələr çəkmişəm qısa-qısa. Onlara baxacağam. Çoxdan belə danışmırdıq. Kameranı çevirdim. Dünən axşam biraz şorqoğal pişirdik deyənə, orada qərar verdik, orada qaldıq. Həm uşaqlar qalmaq istədi. Yoldaşım evdə qaldı, biz orada qaldıq gecəni, səhər durub gəldik. Yaxşı oldu, biraz söhbət elədik oradan-buradan. Qoğal pişirdik. Ümumən pişirdik ki, yəni uşaqlar yesin də. Sırf elə, yəni bayram tipli yox da. Biz şamaxlar şorqoğalını çox sevir. Biz elə hər, nə bilim, tez-tez pişiririk. Belə. Videolar çəkdim. Qısa-qısa, bilmirəm, onlar narahat olmur, yəni daimi qızı da, yoldaşı da, yəni deyir ki, çək, prosta, nə bilim, elə bəzən olur, telefon yanımda olmur, bəzən ailəm baxır. Bilmirəm, nələr çəkdimsə, indi birləşdirmişəm, izlədiniz. Artıq gəlmişik, evimizdəyik. Süskamızdan darıqmışlar, dalaşırlar. Yanımda oturublar, qoymurlar, səsləri tökür. Züyüşkam. Buna da əl vurursan yatır. Züyüşkam. Yatdı. Züyüşkam. Nastroyun yoxdur. Niyə keyfin yoxdur? Canım. Gördü elə yanımda. İndi durdu. Bir səhv eləmirəmsə, mən bir dəfə videoda demişəm, Züyüşka sənə qurban olmayan, nəysə də belə bir söz işlətmişəm deyəsən. Səhv eləmirəmsə, bir xanım yazıb ki, necə heyvana elə bir söz deyə bilərsiniz? Yəni bizim pişiyimiz, yəni biz ondan heyvan kimi rəftar eləmirik də. Yəni bir evimizdə necə deyim də, çox yaxşı yeri var, həqiqi mənada. Bir də ki, bilirsiniz necədir? O heyvanları sevməyən insanları mən çox qınıram. Çünki baxın, heyvanları, təbiəti, bitkini, otu sevməyən insan heç vaxt insan sevə bilməz. Heç vaxt mərhəmətli biri ola bilməz. Mən məsələn
istər it olsun, istər pişik olsun, yəni bütün növ heyvanlarda, ev heyvanları mən hamısına mərhəmətliyəm, hamısını sevirik biz. Yəni mən sevirəm deyən hamısını gətirib evdə saxlaya bilmərəm də. Məsələn, Zuzi bizim həyatımıza, yəni bizim evimizə çox gözlənilməz bir halda gəldi. Yəni onu da çox xəstə idi, zəif idi. Yəni biz ona həyat vermişik də, yoldaşımla həkimə aparmışıq, qayğılarını eləmişik, yoxlatdırmışıq. Necə deyim, gözəlim. Biz onu həyata qaytarmışıq da demək olar da. Yəni biz baxın, bizim heyvan sevgimiz, mərhəmətimiz olmasaydı əgər, yəni Zuzka heç vaxt bu boyda ola bilməzdi. Yəni o 10-15 günlük balaca bir pişik balası idi. Onu anası atmışdı soyuqda. Vaspirin olmuşdu, gözlər tutulmuşdu. Yəni biz onu həyata qaytardıq. İndi baxın nə gözəl. Yəni bundan gözəl xoşbəxtlik yoxdur məncə. Yəni heyvan sevgisi, yəni çox yaxşı bir xoşbəxtlikdir, sevgidir, mərhəmət olması yaxşıdır. Çünki baxın indi mən bəzən o günlərin fikirləşəndə Zuzini deyirəm, sənə qurban olmay Allah, sənə şükür. Şükür olsun Allaha ki, necə deyim, mərhəmət hissimiz var, sevgi hissimiz var. Valla onu belə Zuzini gəzəndə görəndə gözümün yanında deyirəm ki, gözümün qabağında deyirəm nə yaxşı da, nə yaxşı ki biz onu küçədə qoymamışıq, nə yaxşı ki biz onu əslində Zuzi qarışıq sort pişikdir. Zuzi həm ev pişiyinin, həm ev pişiyinin, həm də küçə pişiyinin, yəni çöl pişiyinin qarışığıdır. Ana ev pişiyi olub, ata çöl pişiyi. Amma o buxarlı pişikdir, onun anası. Ona bənzəyir. Amma ana balanı istəmir də, yəni dünyaya gətirdiyi balanı istəmir, saxlamır. Bir də onun sahibi, hansı ki ananın sahibi ilə balalar olan kimi onları atmışdı küçəyə. Çox pis vəziyyətdə idilər də. Zuzi onlardan ayrı düşmüşdü. Necə? Zuzi ən zəif bala idi onların içində və Tək qız idi. Biz onu yəni götürməsəydi, yəni də bir gün belə geciksəydi, bəlkə də həyatda olmaya bilərdi də. Ona görə nə bilim, valla mən deyirəm, mən onu sevdiyimdən deyirəm. Mənim üçün fərqi yoxdur da, yəni tək Zuzi yox, bütün pişikləri insan nə ziyanı var da onların bizə? Onlar bizə nə kimi ziyan verir? Heç nə. Tamam, kimsə bəlkə də evinə buraxmaz, evinə buraxmaq istəmir, buraxmasın. Məsələn, mən özüm də necə deyim, yoldaşım özü də, yəni hər şey belə iyrənəndi, diksinəndi, hər şey. Amma yəni bu pişik heç vaxt da, yəni necə deyim, o tamam başqa hissdir. Biz saxlamayana qədər, məsələn, biz də həmişə sevmişik, küçədə olan pişiklərə yemək də almışıq, saxlamışıq. Uşaqlar bizdə çox şükür ki, yəni çox mərhəmətlidirlər də. Həm də sizdən qabaq bizim həyətdə saxladığımız pişiyimiz olub. O yəni evdə olmayıb, yəni həmişə həyətdə olub. Biz onu saxlamışıq, yedirmişik. Necə deyim? Yəni o söz mənasız deyil. Saxlamayan bilməz də. Məsələn, mən onu axtarıram. O biz evə girəndə necə eləyir, siz bilsəz. O qədər belə gəlib belə qısılıb yanında yatır da. Yəni onun bizə nə ziyanı var ki, gül kimidir. 10-15 günlük idi o bizə gələndə. Hər gün çimizdiririk, o baytara gedir, dırnaqları tutur. Hər gün deyəndə, yəni hər gün onun təmizliyinə maraqlanılır. Ayda bir dəfə çimizdiririk. Əslində 15 gündən bir çimizdirirdi. İndi böyüdükcə həkimimiz dedi ki, məsləhət görərəm ki, 3-4 aydan bir, yəni də saxlamaq istəmirsiniz, onda ayda bir çimizdirin. Ona görə də 2 ayda ayda bir çimizdiririk. İnanın gül kimidir, patiləri ağappaq. Hər gün bizə onun öz salfetləri var, onun öz dərmanları var, istifadə edirik. Ya mən necə deyim də, ona nə lazımsa biz onu edirik də. Yəni ona təmiz saxlanılmır ki, ay iyrənək, ay divanda yatdı, ay belə elədi. Yəni onunla bir evdə yaşasaz görərsiniz də. O qədər mənim gözlərim dolur həqiqətən də. Gəl bir qısılır yanında sakit yatır da. Yəni niyə görə onu çölə atasan? Niyə görə ona mərhəmət bəsləməyəsən? Niyə onu əzizləməyəsən də? Niyə axı? Bu şey mənə çatmır.
Bəlkə də biraz uzun danışdım, amma yenə də deyirəm, mənim gözəl izləyicilərim, əzizlərim, əgər məni izləyirsinizsə, bəyənirsinizsə, videolarımı, vloqlarımı ona görə buradasınız. Çox xahiş edirəm. Mən həyatda bir evladlarım barəsində nə isə deyiləndə, yəni çox pis oluram, götürmürəm də. Bir də son 6-cı ayımızdır da, son 6 aydır Zuzi barəsində. Yəni bir-iki nəfərdən eşitmişəm də belə bir şey. Yəni narahat olmayın. Bilirsiniz necədir? Sizə xoş deyil, siz saxlamarsınız, saxlamayın. Amma Zuzi mənim necə deyim, yoldaşım hətta deyir ki, bəzən el bir balamız kimidir də, yəni o bizə o qədər doğmadı da. Yəni o gəldin yanıma Şuşka. Birdən getdi düz getirdi. Hoppala. Şuşka, buna baxın da siz xalalar. Bu necə sevilməz, bu necə istənməz. Xalalar şeylə də pis. Canım. Siz buna baxın. Bu xalqla qızımdır da, cinsimi qızımdır bu mənim. Bu mənim çiçək balam. Mən kameranı qaldıram, o da qalxır. Kameranı sevmir xalalar. Kameranı sevmir. Qoy yatsın, baxın, görün necə sinəm. Başın qoyur sinəmə. Necə üzün istədi. Güzdür də, çiçəkdir də balam. Getdi. Yatdı. Nə ziyan var? Heç nə inanmır mənə ziyan eləmir. Mən vaxtında onun Allah ruzisini də yetirir. Yeməyi də alınır, qumu da alınır, dərman da alınır, hər işi görülür. Yenə deməyim, mən pis oluram. Mən balamı kimsə necə deyəndə mən pis oluram. Canım, bu şey bilməyim aşkım. Neysə xalalar, çox danışıb sizi yormayaq. Belə şirin də sizə sağ ol deyirəm.